Bəli, bax bu gənci deməli kartof tutaq ki, çıxartmaqla və ya hər hansı bir kənd təsərrüfatı işlərlə məşğul olan bu gənci narkoman adı ya və narkotik satıcısı adıyla öldürüblər polis idarəsində, Şabran polis idarəsində. Özü də Siyəzənlidir, adını da adlandırır və xatırlatdırılır. Yəni, bax görün Azərbaycan polisi nələrlə məşğuldur. Bizim ümid yerimiz, bizim çətinə düşəndə qaçıb, tutaq ki, onlardan kömək almalı olduğumuz polislər görün nə edirlər və bayaq mən dedim Avtomobil bəyə, Qazaxda da 19-cu ildə belə bir hadisə baş vermişdi. Bəli, onu da toxunacağım, amma məsələ budur. Hələm ki, biz bu Siyəzən məsələsində buyurun. Hələm tamamlamamışıq. Siyəzən rayon polis şöbəsinin məsəl rəisi Xəqani Məmmədovdur və bugünkü gündə son vaxtlarda Siyəzən rayonundan çoxsaylı da müraciətlər daxil olur və bugün Mehman Hüseynovun təqdimatında da görünür ki, yol patrul xidmətinin əməkdaşı, belə deyim, Dilşən Məmmədovun rəhbərliyi altında gedir, hər kimdirsə bilmirəm, gedib vətəndaşın həyətindən onun avtomobilini, mülkiyyətini götürüb aparırlar evakuatoruna. Və digər məqamsa ondan ibarətdir, digər hadisələr mövcuddur. Orada polis şöbəsinin təhqiqatçısı var, maraqlı bir məsələ deyim, bunu da söz arası deyim. Bu təhqiqatçı demək bir, belə deyim, çox mənim izləyicilər üzrlə hesab eləsin, gəlinə, nə bilim, başqa təkliflər eləyib, gəlinin təsir altına alıb və bu da evinə daxil olarkən, həmin gəlinin evinə daxil olarkən gəlinin qaynatası vurub daşı kərpici başına, partlatıb başına. Demək, Siyəzəndə bunu yatızdırmayıblar, Siyəzəndən çıxartıblar ki, Siyəzən əhalisi, cəmaatı bilməsin bunu və bunu aparıblar Xaçmaz rayon mərkəzi xəstəxanasında gizlədiblər ki, bu hadisəni də örtbasdır etsinlər. Bu da həmin şəxs, həmin polis nəfəri, Siyəzən rayon polis şöbəsinin təhqiqatçısı Ağasan Baratov olduğu haqda məlumatlar mövcuddur. Və bu Ağasan Baratov da qabaqlar Qobustanda işləyib və Qobustanda da buna oxşar hərəkətlər etdiyinə görə oradan Siyəzənə təyinatını veriblər və Siyəzəndə də belə deyim, öz hərəkətlərinin etməkdə heç də çəkinmir və insan vətəndaşlara qarşı digər etik hərəkətlər, təkliflər, təsirlər göstərməkdədir. Məsələ burasındadır ki, mən sizə bax bu, orada da sizə deyim, bu Dilşən Məmmədov, bax bu şəxsdir, hansı ki, rütbədə, hər formada, unitar bir səviyyədə, alkoqolik bir vəziyyətdə, baxın, yəni Daxili İşlər Nazirliyinin orqanlarının kodeksi var, onların, məsəl üçün, formada olduğu vaxtda alkoqolik bələdində istifadə edilməsi yol verilməzdir. O, Siyəzən rayonunun yol patrul xidmətinin rəisi Dilşən Məmmədovun şəkildir. Və sizə dəqdim elədim. Oturub öz bələdində Siyəzən rayonunda taksi sürücüləri kifayət qədər narazıçılıq eləyirlər. Hətta həmin cinayətdə də və ailələrini təhrik edib ki, siz gedin bu izahatı verin, bu şəkildə təsir altına almasında bir mühüm bələdində işləri olub. Deyilənə görə, bu mənim deyil, mənim fikrim deyil, mənim rayon əhalisinin dediyinə görə, Siyəzəndə bir sıra bələdində bir neçə şəxs var və Şabrandadır ki, məhz narkotik maddələrin satışında onların yaxın adamları iştirak edir, narkobaronlar, bariqalar deyirlər, el arasında bariqa deyilir. Onlar məsələn müəyyən vətəndaşları zəhərləyirlər, müəyyən vətəndaşları satışını təşkil edirlər və deyilənlərə də görə də ki, güya bu həmin Rafiq Məmmədov bunların işinə maneçilik yaradılmış, çomaq soxulmuş, ona görə onu Şabran rayon polis şöbəsində işgəncə verməklə öldürüblər. Yəni qətl. Bu qətldir. Yəni bu öldürmək deyəndə ki, bu cinayətdir, vətəndaşa qarşı işlədilən bir cinayətdir, bu qətldir. Oxşar hadisələr digər bölgələrdə də baş verib. Mənim təqdimatımda var idi, Kanal 13-də mən bu haqda danışmışam. Demək, Qazax rayonunda bir vətəndaş, Elmir Axundov adlı bir vətəndaş, Gürcüstan, Azərbaycan arasında məhsullarını getirib alırdı və aparıb satış edirdi, 5-3 manat çörək pulusunu qazanırdı. Həmin vaxtda onu aparıblar, polis şöbəsinin rəisi
Skoç ədalət kimi tanınan şəxs idi və onun öz qardaşı oğlu ondan məsələn istəyib, vəsait pul istəyib, deyib ki, bəs işləyirsən, ticarətlə məşğulsan, bizim haqqımızı verməlisən. O da verməyib, gedib prokuraturaya müraciət edib. Prokuraturaya müraciət etdiyi halda bunu çağırıblar prokuraturadan. Prokuraturadan götürüb göndəriblər bunu polis şöbəsinə. Polis şöbəsində Elmir Axundova olmazı işgəncə və bunu oxşar bir işgəncə üsulundan istifadə ediblər və o işgəncə ilə həmin şəxsi polis şöbəsində qətlə yetirilmişdilər. Həmin Elmir Axundov sonradan onun ailəsini təzyiq etdilər və etməyə başladılar ki, güya bunun nəsə olub, hər hansı ürək dayanması olub, hər təsadüfi hadisə nəticəsində baş verir. Mən ölkədə bir sıra işgəncə faktlarını ortaya çıxartmışam, araşdırmışam ki, polis şöbələrində daha çox işgəncə halları mövcud idi. Keçmişdə mən işgəncələrə qarşı komitədə də çalışdığım dönəmdə ümumiyyətlə işgəncə hallarına bağlı daxili işlər orqanlarına müraciət edilirdi, baş prokurorluq orqanlarına müraciət edilirdi. Gedirdi müraciətlər və cavab gəlirdi ki, sizin müraciətiniz, sizin sadaladığınız faktlar öz əksini tapmır. Hansı ki, bu işgəncə metodikalar var. Məndə o faktlar var ki, o faktları mən sizə təqdim də edə bilərəm, amma növbəti yayınlarda bu mövzuda söz aça bilərəm. Və bugün də həmin Skoç ədalət vaxtı ikən, niyə görür Skoç ədalət kimi tanınır? Qazaxda polis rəisi idi. İndi bir də Mingəçevirdə sən sərf eləmirəmsə, Mingəçevirin polis şöbəsinin rəisidir. Və o vaxtı Bakı şəhərində belə deyim, cinayət axtarış bölməsində çalışdığı vaxtda o demək insanları nə edirdi? Skoç bağlayırdı ağzına, salafan soxurdu başına. Təsəvvür edirsən. Sonra qaynar suyun içində basırdı başını. Və nəfəs ala bilmirdi, insan boğulurdu. Yəni bu tip məmurlar, bu tip polis nəfərlərinin rütbələrini, vəzifələrini yüksəldirlərək müəyyən postları təyin edirlər. Bugün də sanmayın ki, belə insanlar çox azdır. Baxsın ki, bir sıra belə deyim də yüksələn, rütbə ilə təqdir edilən polis nəfərləri məhz işgəncələri həyata keçirən şəxslərdir. Birbaşa işgəncələri həyata keçirən şəxslərdir.